Bu Qommədi Seyyid-i Şühəda bazı sahəsində işləydim. Az qəza deyim, barmaqlarım qaldı bu qombətdə, bu dəmirin arasında. Barmaqlarım qət oldu mənim. Karciğer yərəm İmam Hüseynəm məndə. Əlim barmağım qaldı, ahən arasında bu qət oldu. Götürdülər, gətirdilər məni bimaristana. Götür baxdı mənim əllərimə. O təbib, o pezeşk baxdı mənim əllərimə. Dedi ki, sənin bu əməlül həzinəsi çox yuxarı olar. Məndə bir qol nə biməm var, nə bir qol dəftərcə. Mənə dön, dedi ki, sənin həzinəyi dərmanın çox yuxarı olar. Dedim, mən nə iş görüm, mən nə varım? Döndü mənə dedi ki, get karfərmondan şikayət elə. Bunu mənə deyəndə mən ağladım, gözüm doldu, ürəyim doldu. Dedim ki, filan kəs, bu olan işdir, mən bu işi görənmələm, rast gəlməz bu iş görəm. Bir də dubara döndü mənə o dütür, dedi ki, Allah həzinəyi dərmanın çox yuxarıdır, həzinəyi cərrahın çox yuxarıdır, özün öz cibindən bunu verənməzsə. Get karfərmondan, get sahibkarından şikayət elə, qoy o həzinəsini versin. Bunu deyəcəm, mən biraz ucadan ağladım, dedim, ağam dostlar, Allah, mənim karfərmam, mənim sahibkarım Əbi Əbdillahdır. Mən İmam Hüseyin ağanın karcəriydim, mən İmam Hüseyin ağanın hərəmində karcəri eləydim, işləydim, bu ittifaq düşdü. Dedi, ağanın dostlar, Allah, mən heç vaxt edib İmam Hüseyin ağanın üstünə cilayı eləyəm mənə. Heç vaxt edib İmam Hüseyinə mən şikayət eləyəm mənə. Mən bunu deyəcəyən o dürtüb başladı, özü də ağladı bir dəfə. Əcibdir ha, qulaq az mənə. Dastan deməyəm ha sənə, hikayət deməyəm ha sənə, vaqiyyətdir bu ittifaq düşübdür. Dürtür özü də başladı, ağladı. Bir dəfə gördüm ki, iş əcib oldu da, Əbi Əbdillah, canım qurban, bu gecə Əbi Əbdillah bizə də o xəfiyyə inayətindən, bizə də bu gecə o quşeyn çeşbünə nəzər elə da. Səryanın Zəhra Nərgizə bizi də buradan naib ediyorlar salıma. O dürtür başladı, bir dəfə özü də ağladı, özü də və qolu keryan oldu mənə. Dedim, ağa sən niyə ağlayırsan? Dedi, Allah'a mən əlan bildim bu işin hikməti. Gecə mənlə yatanda yuxuma bir Seyyid-i Nurani gəldi. Ondan mənə sifariş elədi, dedi, sabahları mətəbə bizim bir nökərimiz gələcək. Əli də boşdu, cibi də boşdu, adamsızdı da, qəribdir də bu şəhərdə. Sənin yanına vermişəm Allah'a, onu qapıdan naimid eləməyəsən, onun işi yola salasın. Dürtür özü də ağladı, dedi ki, ağa mən əlan bildim ki, gecə İmam Hüseyin ağa gəlmişdi, səni mənə tapşır edi. Söhbünləri bizi də tapşırdı, anons.